Hər kəsə salam. YouTube kanalıma və növbəti vloquma xoş gəlmisiniz qızlar. Həftə sonudur. Çoxdan idi uşaqlara söz vermişdim ki, onlara lahmacun hazırlayacağam. Dedim hazırlayanda da vloqa çəkim. Deməli qızlar, mən lahmacunu hazır lavaşa eləyirəm. Yəni xəmir yoğurmuram. Ümumiyyətlə, yəni xəmir işləri biraz məndə çətin məsələdir. Yəni alınmır. Ona görə də heç risk etmirəm. Bildiyimiz, yəni resept üzrə elədim. Pomidor, sarımsaq, soğan, bibər. Bibərim biraz az oldu. Evdə elə 2 dənə qalmışdı. Onu da istifadə elədim. Göyərti olaraq isə petruşka və keşniş istifadə etdim. 1 armud stəkan su və yağ. Təbii ki, ədviyyatları da öz yerində. Bir də belə bir kabab üçün ədviyyat var. Mən ondan da istifadə etdim içinə. Duz, istiot, belə. Yarım kilo ətin qiyməsindən eləyəcəm. Əti qoymuşam qırağa açılsın. Mən artıq yavaş-yavaş işlərimə başladım ki, mənim robotum balacadır, yəni tutumu balacadır da qızlar. Ona görə elə bil uzun çəkir, belə iri deyil deyə. Doğrama işlərim uzun çəkir. Bir də mən qızlar lahmacunda tərəvəzi daha çox sevirəm, nə yalan deyim. Yəni əti yarım kilo eləsəm də tərəvəzini çox vururam. Pomidorudur, bibəridir, soğanıdır, çox vururam. Plansız oldu. Məsəl üçün planlı eləyəndə qırmızı bibər falan onlardan da vururam, elə şeylərdə istifadə edirəm. Amma bu səfər plansız oldu. Gördüm ki, bibərimiz azdır. Dedim, eyb yoxdur da, nə var, onu vuraram, onu istifadə eləyərəm. Bəzi adamlar məsəl üçün içinə göyərti vurmur, amma mən göyərtini içində sevirəm. Ümumiyyətlə, lahmacunu yeyəndə qızlar, mən ona limon sıxmağı da sevmirəm. Yəni, haradasa belə yeyirəm, limon arada olur ki, sıxıram, amma petruşka ilə yeməyi sevmirəm, açıqcası. Ona görə elə içinə ətini eləyirəm. Əti də bu arada qızlar qıyma olmağına baxma, bir də robotdan keçirtdim. Həmin hissələri sadəcə olaraq çəkmədim. Elə robotdan keçirə-keçirə suyu da ətə əlavə etmişdim ki, yaxşı rahat keçsin robotdan. Yağı da ətlə bir yerdə əlavə etmişdim. Elə olanda yəni tam belə həll olur da. İçliyim demək olar ki, artıq hazırdır qızlar. Ədviyyatını falan vuracağım və keçəcəm hazırlamağa. Uzun müddət idi uşaqlar istəyirdilər, vaxt eləyə bilmirdim, imkan eləyə bilmirdim. Hazırlaya bilmirdim də. Axırı dedim, eyb yoxdur, bugün eləyim. Səhər durdum. Adətən həftənin 6-cı günləri mən səhər duran kimi qızlar evlə məşğul oluram, evi falan yığışdırıram, amma bu yaxınlarda vloqlar paylaşmışdım, bilirsiniz ki, dərin ev təmizliyi eləmişəm. Yəni evdə çox da görüləcək işlər yoxdur da, elə ümumi səthi bir təmizlik eləsəm bəsdir. Dedim, eyb yoxdur, qabağa salım, lahmacunu eləyim, sonra evi eləyərəm. Çünki bildim ki, birinci evi eləsəm, ev işini rahatlasam, çünki biraz paltar işim falan var yuxarıda. Bildim ki, onları eləsəm, artıq lahmacuna həvəsim qalmayacaq. Yenə də uşaqları xəyal qırıqlığına uğratmaq istəmədim, belə deyim. Qarğıdalı almışdı dünən yoldaşım, onu da qoydum qaynasın. Lahmacunu da belə qızlar qalın tavada elə qazın üstündə bişirirəm. Yuxada çox nazik olur, amma mən yuxada niyə sevirəm qızlar? Yuxanın kənarları da belə xırt-xırt olur, qəşəng olur, dadlı olur. Ona görə sevirəm. Bir də qızlar ətrafın dağınıqlığına fikir verməyin. Yeməkləri eləyəndən sonra hamısını silib təmizləyəcəm inşallah. Nəysə, artıq hazır oldu qızlar. Yarım kilo ətin qiyməsindən 35 dənə lahmacun çıxdı. Elə pişirdikcə evdəkilər hamısı yedilər. Mən özüm ən sona qalmışdım. Onlar artıq yeyib qurtarmışlar. Özüm oturdum, yedim. Qabları falan hamısını yığdım qab yana və qalxdım yuxarı. Yuxarı qalxdım qızlar. Əslində, yəni təmizlik etməmişdən öncə biraz dincəldim. Axşamda yaxşı yata bilməmişdim. Günorta yuxusuna yatdım. İnanırsınız, uzun müddət idi ki, günorta yuxusu yatmırdım.
Bu yuxu mənə o qədər xoş gəldi, o qədər şirin gəldi ki, hardasa 1 saat yarıma yaxın yatmışam. Qəşəng dincəldim. Dincələndən sonra qalxdım axşamüstüyə doğru. Evləri yığışdırdım. Bütün otaqları eləmişəm, pilləkənləri silmişəm. Bir dənə bura qalıbdı. Bu kitabları belə kənara qoymuşam. Qızlar, bu kitabları oxumuşam əslində, amma mən özümə bir not dəftəri almışdım. Əli və Ninodan. Bunu göstərmişdim hansısa vloqumda. Aylar üzrə oxuduğum kitabların qeydiyyatını aparırdım. Amma uzun müddətdir aparmamışam. May ayından bəri aparmamışam. Amma yadımdadır ki, kitabları nə vaxt oxumuşam, nə vaxt bitirmişəm. Onların qeydiyyatını aparmaq istəyirəm. Kənara qoymuşam ki, gözümün qabağında olsun, yadıma düşsün. Bir dənə burada yuxarıda dəhliz qalıb, qızlar. Ən sona onu saxlamışdım. Ümumiyyətlə robotu qoşdum. Otaqların hamısını o sildi, süpürdü. Bu arada qızlar, yeni bir hobbim yaranıb. Gül legoları düzəltməklə məşğulam. Legoları deməyim, cəmi 2 dənə legom var. Bunu keçən səfər düzəltmişdim. Bunun qiyməti qızlar 1 manatdır. Yəni detalları da azdır da, rahat qurmaq olur. Biri də var aşağıda, onu da bugün sizinlə bir yerdə düzəldəcəm. Nəysə, robot buraları silsin, təmizləsin. Mən də düşüm aşağı. Elə də çox paltarımız falan yox idi. Həftə içi hər gün demək olar ki, maşını qoşmuşduq. Ona görə paltarlarım yoxdur. Elə yüngülvari qaralar var idi. Onları atdım maşına, yuyulsun. Həftə içi işdən çoxsun görəndə həftə sonu biraz dincəlməyə vaxtım olur, qızlar. Bu da həmin həftə sonlarından biri idi. Günün demək olar ki, 2 saatını özümə həsr elədim. Düzdür, yəni yatıb dincəlmişdim, sonra işlərimi gördüm. İşlərimi görəndən sonra yəni özümə dedim, biraz vaxt ayırım. Sevimli serialımı qoydum, meyvə doğradım özümə, qarğıdalı bişirmişdim, gördünüz, ondan qoymuşam. Bu da mənim legom, qızlar. Deməli, bunu aldım. Evə gələndən sonra fikir verdim ki, bunun qabı falan yoxdur da, yəni budaq üzərində düzəlir və sonra yəni ehtiyac var ki, belə qab olsun, balaca güldan olsun ki, ora qoyum. Amma mən elə bilmişdim ki, altındakı ağı da, yəni içində olacaq da, onu da qurmalıyıq. Nəysə, amma son dönəmlər yəni beynimə girib də, harda görürəm, rastıma çıxır, alıram, maraqlanıram. Düzdür, lap belə yekələri də var. Hələ ki yekələrə keçməmişəm. Bu balaca olanlardan başlamışam. Bunun qiyməti də qızlar bu arada 3 manat 50 qəpikdir. Belə formaları da var. Formaların altında güllərin adları belə yazılıbdı. Tədricən düşünürəm ki, hamısını alıb bir dənə gül qabıya yığaram. Əslində qızlar, bu Lego məsələsinə boşu-boşundan qoşulmamışam. Nə mənada qoşulmamışam. Bilirsiniz ki, mən ümumiyyətlə boş vaxtlarımda kitab oxumağı sevirəm. Kitab oxumaq həyatımın bir parçasıdır, günümün bir parçasıdır. Yəni bu artıq mənim, belə deyim də, yəni konkret olaraq rutinimdir də, dəyişilməz bir rutinimdir. Ruh halım nə olur olsun, mən kitab oxuyuram. Bu bilinən bir şeydir, yəni sizlər də artıq bunu bilirsiniz. Amma ara sıra düşünürəm ki, nəsə başqa bir hobbi də olmalıdır. Hər bir insanın nəsə bir xüsusi bir hobbisi olmalıdır, nəsə bir kolleksiyası olmalıdır. Və Legoya həmişə marağım olubdu, açıqcası. Düzdür, yəni həmişə uğura alırıq, maşın falan belə. Onları qurmağa mənim elə də həvəsim olmayıb. Həmişə yoldaşımla uğur bir yerdə qurublar. Mehrinin amma ümumiyyətlə Legoya elə də çox marağı yoxdur. Ona məsəl üçün 1-2 dəfə qız üçün olanını belə aldım. Amma gördüm ki, çox da elə maraq göstərmir. Yarıya qədər qurduq, sonra elə atıldı, getdi. Yəni mən özüm elə də çox qurmamışdım da, açığı deyim, yəni dəhşətlə çox belə maraq göstərməmişdim. Amma bu gül legoları çıxandan bəri nəsə belə xoşuma gəlir. Dediyim kimi çox da belə yekə, çox detallı olanları
hələ ki qura bilmərəm, amma bu balacalardan başlamışam. Xoşuma da gəlir, qəşəng vaxt öldürmək olur qızlar, baş qatmaq olur. Həqiqətən adam ondan məşğul olduqca beyni başqa şeylərlə məşğul olmur. Yəni hansısa bir problemi fikirləşmirsən, hansısa bir məsələni fikirləşmirsən. Düşünürəm ki, indən belə ara-sıra vloqlarımda siz legolar görəcəksiniz. Bundan sonra yəni görəcəksiniz. Bir-bir yəni kağızda necə yazılıbsa ilk öncə yəni ayırıram. Ayırandan sonra qurlaşdırmağa başlayıram. Bunun ölçüsü ümumiyyətlə 22 santimetrdir. Belə hündür bir şeydir. Vaza baxacağam. Görüm bəlkə də o 1 manat shoplarda falan nəsə uyğun bir şey taparam. Olmasa Temuda 1-2 dənə belə balaca dekorativ vazalar görmüşəm. Onlardan alacağam. Kitab rəfimə qoyacağam. Düzəltdiyim legoları kitab rəfimə qoyacağam. İnansız qızlar, hər ay özümə söz verirəm ki, kitabxanam üçün lazımı olan alış-verişimi eləyim və sizin üçün yaxşı əsaslı bir kitab rəfini yəni göstərimdə, yəni ondan bəhs eləyən bir vlog çəkim. Amma hər dəfə araya nələrsə düşür. Mən ümumiyyətlə özüm Temudan sifariş falan vermirəm. Həmişə ya bacım verir, ya da baldızım verir mənim əvəzimdən. Yəni mən tapıram, linki atıram onlara, onlar da sağ olsunlar sifariş eləyirlər. Əvvəl mən ümumiyyətlə onlayn sifarişlər etməyə falan maraqlı idim qızlar. Temu olsun, Trendyol olsun, amma axır vaxtlarda elə də çox marağım yoxdur. Uzun müddətdir ki, mən yəni özüm şəxsən onlayn formada nəsə almıram. Əvvəl yəni çox alırdım. İndi amma elə də çox almıram, elə buradan alış-veriş eləyirəm. Yəni paltar mağazalarıdır falan hamısı. Çünki niyə? Baxıram ki, demək olar ki, qiymətlər eyniləşib. Yəni Temudan ümumiyyətlə paltar falan almamışam. İndiyənə qədər 1-2 dəfə dəniz geyimi almışam və salam. Amma Trendyoldan alırdım da qızlar. Baxıram ki, artıq qiymətlər demək olar ki, eyniləşib. Yəni buradakı qiymətlərlə Trendyolun bu manatla olan Azərbaycan qiymətləri eynidir. Ona görə də düşünürəm ki, heç yəni özünü yorub onlaynda axtarış eləməyə dəyməz də elə. Girib mağazadan almaq artıq daha rahat olub mənə. Halbuki indiyənə qədər onlayn almaq daha rahat idi qızlar. Bunu vloqlarımda da vurğulamışdım. Əslində mən məsəl üçün ölçü olaraq da özümü yaxşı tanıyıram. Yəni onlayn alış-veriş eləyəndə heç vaxt da yanılmam olmayıb. Yəni qəti olmayıbdı. Nə bilim, bəlkə yenə sonra nə vaxtsa həvəsim yaranar, amma hələ ki indi həvəsim yoxdur. Nəysə, mətləbdən biraz uzaqlaşdıq. Onu deyirdim ki, kitabxanam üçün dekorativ əşyalar almaq istəyirəm. Kitabxanamı yaxşı bir düzəltmək istəyirəm. Amma hələ inansız qərar verməmişəm ki, kitabları görkəminə görəmi yığım, yoxsa janrına görə yığım. Yəni hələ ki götür-qoy eləyirəm. Keçən səfər ChatGPT-yə də şəklini çəkdim, atdım. O da mənim üçün qəşəng bir dizayn verdi. O cürünə inşallah ki düzəldəcəm. Bu legolarıma da deyirəm ki, o rəfdə eləyərəm də belə yer ayıraram, qəşəng görsənər. Düşünürəm ki, qəşəng görsənər. Nəysə ki, indi özümə təzə hobbi eləmişəm. Görək nə vaxta qədər həvəsim gedəcək qızlar. Açığı deyim, belə şeylər eləyəndə özümü daha çox verimli hiss eləyirəm qızlar. Özümü daha çox xüsusi hiss eləyirəm. Nəinki məsəl üçün rutin olaraq bütün günü ev işi görmək, nə bilim, yemək bişirmək. Açığı deyim, mən o işləri eləyəndə özümü o qədər də çox da belə yaxşı hiss etmirəm, amma belə şeylər eləyəndə daha yaxşı hiss eləyirəm özümü. Düzdür, uzun müddət idi ki, mən mətbəxə girmirdim, nə yalan deyim. İşə görə altı bazarlarda bu aralar evlə çox məşğul oldum. Yemək işiyə çox elə belə girişmirdim. Bugün yəni lahmacun bişirdim. O belə mənə əslində yaxşı təsir elədi qızlar. Amma bilirəm ki, daimi mütəmadi onu eləsəm, o mənə yaxşı təsir eləməyəcək. Məsəl üçün, uzun müddətdir şirniyyat bişirmirəm. Düşünürəm ki, bu yaxınlarda nəsə bir şirniyyat da hazırlayaram. Yəni, eləmədikcə əslində qızlar biraz da yadırğıyıram. Keçən səfər uşaqlar deyir ki, qara keks elə mənə, bizə uğur deyirdi.
yadıma salmağa çalışıram ki, qara keksi mən nə bişirirdim ki. Sonra yadıma düşür ki, islaq kek uşaqlar ondan istəyirlər. Əlimdə də yaxşı alınır, qəşəng alınır. Bu aralar imkan eləsəm onu da bişirəcəm. İnşallah ki, məzuniyyətə çıxıram. Yəni işin artıq son ayındayam, belə deyim, iyulun 31-i. Axırıncı iş günümdür. Avqustun 3-dən artıq məzuniyyət yazmışam. Məzuniyyətə çıxanda uşaqların istəklərini yerinə yetirəcəm. Pizza istəyiblər, nə bilim, hamburger istəyiblər. Yəni o tərz yeməklər istəyirlər. O yeməklər də bilirsiniz ki, vaxt aparır. Yəni lahmacunu adi bu gün bişirib qutarana qədər mənim ayaqlarım qırıldı. Yəni 1 dəqiqə oturmadım da demək olar ki, elə ona görə getdim, biraz uzandım. Yuxuya getdim, yatdım. Yəni biraz yorucu şeylər istəyirlər də uşaqları. Yəni elə belə şeylər istəmirlər. Yəni bilmirəm sizinkilər də elədir yoxsa yox, amma mənkilər belədir qızlar. Nəysə qızlar, gülümün artıq son belə deyim də, son dəmlərinə gəlib çatdım. Artıq ləçəklərini quraşdırıram. Adam belə tökür qabağına, fikirləşsən ki, bundan nə çıxarda biləcəm mən. Amma çox qəşəng alındı, çox xoşuma gəldi. Həqiqətən gözəl görsənirdi. İndi hələ ki vaza yoxdur. Burada bir vazım var, aparıb onun içinə qoyacağam. Hələ orada qalsın. Şəkildə necə idi, o cürünə də çıxdı. Rəngi falan hamısı çox qəşəngdir. Qəşəng görsənir. Yəni tövsiyə eləyirəm qızlar, baş qatmaq üçün yaxşı bir məşğuliyyətdir. Yəni alıb siz də məşğul ola bilərsiniz. Dediyim kimi lap balacalar var 1 manata. Böyük olanlar mən getdiyim mağazada 10 manat idi. Bunları elədikcə ustalaşaram. Onları da eləməyə başlayacağam inşallah.